Şeytanın vəsvəsəsindən qurtulmaq üçün. Bir gün bir nəfər Peyğəmbərin yanına gəlib dedi: "Ya Peyğəmbər, mənim 2 qəlbim var. Bir qəlbim sənə itaət etməyi, digər qəlbim isə sənə itaət etməməyi əmr edir." Peyğəmbər buyurdu: "İstəyirsənsə, sənə elə bir şey öyrədim ki, əgər onu desən bu hal səndə çəkilib gedər." Həmin şəxs dedi: "Bəli, ey Allahın Rəsulu, istəyirəm öyrət." Peyğəmbər buyurdu ki, belə de: "Allahümmə əntər Rabbu və əntə Allahu və əntə ər-Rahmanu və əntə ər-Rahimu və əstəinukə ələ əduvvi fəhbişu ənni." Allahım, sən Rəbsən, sən Allahsan, sən bağışlayansan, sən rəhimlisən. Səndən düşmənimə qalib gəlmək üçün yardım istəyirəm. Onu məndən uzaqlaşdır.